1992-ci il fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhəri yerlə yeksan edilib. Vəhşiləşmiş düşmən körpədən qocaya qədər heç kimə aman verməyib. Mürvət Məmmədov da Xocalı soyqırımının canlı şahidlərindəndir. O, qanlı gecədə ermənilərə əsir düşən Məmmədovlar ailəsinin 3 üzvünün başı kəsilərək öldürüldüyünü qeyd edib. Bərabər izləyək. Onlar bizim üstümüzə benzin töküb bizi diri-diri yandırmaq istəyirdilər. Qan yaddaşımız olan Xocalı faciəsinin canlı şahidlərindən biri də Mürvət Məmmədovdur. Həmin faciə zamanı onun ailə üzvlərindən bir neçəsi yaralı vəziyyətdə ermənilər tərəfindən əsir götürülsə də, sonradan sağ qalmağı bacarıblar. Hər yandan bizim yollarımızı bağladılar, qazımızı, işığımızı, suyumuzu, hər bir şeydən bizi məhrum elədilər. Həm söhbətimiz deyir ki, 1988-ci ildə ermənilərin məqsədyönlü etnik təmizləmə siyasətinin nəticəsində Qərbi Azərbaycanın Göyçə mahalından Xocalıya köçüblər. Qaçqınlıq həyatlarının ilk günlərində qardaşlarından biri ermənilər tərəfindən gözləri qarşısında çayda boğularaq qətlə yetirilib. Ailə üzvlərimizlə birlikdə Xocalı şəhərinə pənah gətirmişdik. Xocalıda cəmsi 4 il yaşadıq biz. Yenidən elə cəmiyyətə qarışmışdıq. Evimiz, yeşiyimiz, şəraitimiz. Lakin burada da ermənilər onların dinc yaşamasına imkan verməyib. Onda soruşdular ki, bunun yiyəsi kimdir, bu kimin uşağıdır? Gördülər ki, atam da qolundan yaralıydı, qan aparırdı. Atam dedi ki, bəs mənim oğlumdur. Atamın və böyük qardaşımdır, o birisi söhbət qardaşımdır. Üçünü bizdən ayırdılar, götürdülər. Bütün Xocalılar kimi Məmmədovlar ailəsi də 1991-ci ilin oktyabrından etibarən mühasirədə qalan Xocalının müdafiəsinə qoşulub. Atam Vidadinin avtomatından, qardaşımın da atamın ov tüfəngi var idi, alt üst qoş əlləsi var idi onunla. Gücümüz bərabər olmasa da son gülləyə qədər onlarla atışdılar. Patronlarımız qurtardıqdan sonra atam qolundan yaraladılar. Atam qolundan yaraladılar. Gücümüz bərabər olmadı da onlarla. Bunlar biz gözləmədiyimiz anda evin içərisinə qarşı tərəfdən əl qumbarası atdılar. Həmin əl qumbarasını atanda mən ayağımdan yaralandım. Qonşularımız var idi, onlar da bizdəydi. Sara xala var idi, onlar da Qərbi Azərbaycandan köçkün idi. Sara xala idi, Natavan adlı 3 yaşında uşağı idi və 6 yaşında bir oğlu Rabil, onlar da bizdəydi həmin 2 gündə. Həmin atdıqları əl qumbarasından Sara xala dünyasını dəyişdi. Mən ayağımdan yaralandım, anam künəyindən yaralandı. Sovet ordusunun 366-cı motoatıcı alay tərəfindən əsir götürülən ailə Əsgərana aparılıb. Ermənilər fevralın 26-sında Mürvətin 2 yaşlı qardaşının doğum günü olduğunu bildikdə təsəvvür edin, 11 yaşında körpə uşağının əlinin ortasından avtomatın ləndirəyə atəş açdılar. Körpə uşağının əli paramparça, damarlar insan kimi az qarı dil açsın, danışsın, bu işgəncələrə dözmür uşaq. Bunlar bu azmış kimi bu işgəncə, təsəvvür edin, orada peşin üstündə özləri üçün çay dəmləyib içirlər. Həmin o dəmli çayı da tökdülər uşaqların üstəki. Bu daha da şiddətli ağrı, bu ağrıdan daha da siz uşaq özünü ora-bura çırpırdı ağrıdan. Bundan zövq alırlar. Bir həftə orada insanlığa xas olmayan işgəncələri bizə verirlər. Böyük Qaçış proqramı çərçivəsində artıq Mürvət Məmmədov və ailəsi bir ilə yaxındır ki, Xocalıya qayıdaraq burada yaşayır. O deyir ki, ailəsi ilə birlikdə doğma torpağa qayıtmaq illər boyu yalnız bir yuxu kimi görünürdü. Lakin Müzəffər Ali Başkomandanın rəhbərliyi və ordumuzun şücaəti sayəsində təkcə Xocalının qisası alınmadı, həm də vətən həsrətinə son qoyuldu. Şəxsən mən özüm hər zaman yatsam yuxuma girməzdi ki, biz belə bir torpaqlarımızı alınar, qayıdarıq belə. Ümid edirik ki, qayıdaq torpaqlarımız orada çadırda qalır. Amma sağ olsun dövlətimiz, prezidentimiz bizi hamımızı orada evlərlə təmin edib. Evlərin içində komisi, müasir tipli evlərlə təmin ediblər. Orada yaşayırıq hal-hazırda. Evlatlarım orada məktəbə gedir, özüm orada öz işimdə. Burada yenə qədər harda işləmişəm, şəhərin öz işimlə təmin olunmuşam. Rəşad Vəkiloğlu, Pərviz İlqaroğlu, Space xəbər.